Bir sərnişin təyyarəsinin havaya qalxması avia şirkət üçün minlərlə dollar xərc deməkdir. Mütəxəssislərin hesablamalarına görə Boeing 737, Airbus A320 kimi təyyarələrin bir uçuşunun dəyəri marşrutdan və yanacağın qiymətindən asılı olaraq orta hesabla 8 və ya 20 min Amerika dolları arasında dəyişir. Xərclərin əsas hissəsini aviasiya yanacağı təşkil edir. Bundan əlavə, hava limanı rüsumları, hava hərəkətinin idarə olunması, ekipajın əmək haqqı, texniki xidmət, sığorta və təyyarənin istismarı ilə bağlı digər xərclər də bu məbləğə daxildir. Uzun məsafəli Boeing 777, Airbus A350 və Boeing 787 kimi təyyarələrdə isə bir uçuşun ümumi dəyəri 10 minlərlə, bəzi hallarda isə 100 min Amerika dollarını ötə bilir.